Bu məsələdə ən çox soruşulan, əslində isə ən asan olan suallardan biridir. Sink lövhəni qurğuşun 2 nitrat məhluluna, sink lövhəni qurğuşun 2 nitrat məhluluna. Burada əslində sizi çaşdıran, yəni problem yaradan lövhə söhbətidir. Lövhə orada sadəcə belə fikirləşin ki, söhbət sink metalı, qurğuşun metalı. Yəni belə deyir. Lövhə başqa bir şey deyil. Deməli, burada lövhəmiz sinkdir, burada lövhəmiz qurğuşundur. Və ya sink metalımız, qurğuşun metalımız. Aha. İndi deyir ki, əvvəlcə baxaq, 65 sinkin nisbi atom kütləsi, 207 qurğuşun nisbi atom kütləsi. Deyir ki, 28,4 qram lövhədə artım olub. Onsuz da biz görürük də 65-dən 207-yə qalxıbdır lövhə. Lövhə yəni metal. 207-dən 65 çıxırıq ki, görək nə qədər artım baş veribdir lövhəmizdə. Bu eləcə 142. 142 qram artım baş veribdir. 142 qram artım olanda sinki soruşur, nə qədər reaksiya daxil olubdur? 142 qram artım baş verəndə sinkimiz 65 qram daxil olmuşdur. Bəs 28,4 qram artım baş verəndə nə qədər reaksiya daxil olacaqdır? X də bərabərdir 13 qram sink reaksiya daxil olanda. Vəssalam.